nəsə vəziyyət o deyil. Bir balaca soyuqlamışam və çalışın özünüzü qoruyun. Bu aralar yeri gəlmişkən niyəsə belə bir şayələr gəzir ki, virusların sayı çoxalıb. Virus var, havadadır, hardadır da bilmirəm. Amma havalar da dəyişkəndir belə baxanda. Yəni gedib qışa doğru da çıxa bilmirik. Payızı da elə yaz kimi yaşadıq. Aləm dəyib bir-birinə, amma özəl evimdə həmişə isti olub mənə. Ona görə özümü tez bura çatdırmışam ki, bir balaca deyir, sağalmağa doğru gedə bilim. Bir daha hər birinizi salamlayırıq, əziz dinləyicilər. Bugün də sizə faydalı olmağa gəlmişik və bugün bizə faydalı olmaqda kömək edəcək şəxs, ilk növbədə onu təqdim edək. Vəkil Anar Məmişovdur. Xoş gəlmişsiniz. Necəsiniz? Salamlayıram, sağ olun. Sizə Allah şəfa versin. Sağ olun, çox sağ olun. Elə bunu gözləyirdiniz, bayaqdan deyəsiniz bizə. Çox sağ olun. Və biz sizinlə görüşməmişdik. Yaxşı ki, Özəl Evin proqramı var. Bugün buradayıq. Digər radiolarımızda, təbii ki, proqramlarımızda olmuşsunuz. Əvvəlcə sizi yaxından tanıyaq. Yəni, biz bilirik, vəkil olaraq çalışırsınız. Neçə ildir bu sahədəsiz? Əsas fəaliyyət istiqamətiniz nədir? Deyir, kimi boşuyursunuz, kimi evləndirirsiniz? Nə məsələ? 8-ci ildən Vəkillər Kollegiyasının üzvüyəm. Eyni zamanda 6 il Bakı Dövlət Universitetində sabah qruplarında mənzil hüququ və ailə hüququndan tədris eləmişəm, dərs demişəm. Və daha çox, yəni ümumi olaraq cinayət sahəsində, cinayət işləri ilə bağlı, eyni zamanda mülki sahədə bugün ən çox ailə münasibətləri ilə bağlı, ailə münasibətlərində gələn işlər boşanmadır, nikahın pozulmasıdır, əmlak tələbləridir, uşaqların ünsiyyətdir, uşağın valideynin razı olmadan ölkədə aparılması və s. Eyni zamanda bank kredit məsələlərlə bağlı, borc öhdəliklərlə bağlı və belə delikt öhdəlikləri və s. yəni bu sahələrdə işlər olur. Maraqlı sahədir, çətin sahədir. İnsan psixologiyasını anlamaq, hər şeyi elə bir analiz etmək ki, həqiqətlərdən də yan qaçmamaq, özünün yalancı olmamağı çətin sahədir, düzümü? Təbii ki, ümumiyyətlə hüquq çətin sahədir. Yəni həm də hüquq nəyi öyrədir? Hüquq onu öyrədir ki, heç kimə inanmayacaqsan. İndi inanmırsınız da ki, siz burada proqramda əyləşmişsiniz, yoxsa? Bu faktdır, məlumat olmağı. Maraqlı. Mənə həmişə bir dənə sual verim, sonra keçirəm mövzumuza, dinləyicilər də bilsin. Bax, biz paylı mülkiyyətdən bugün danışacağıq. Paylı mülkiyyət nədir? Tam izahını bizə qonağımız verəcək və ətraflı danışa biləcək. 055 203 1103 WhatsApp nömrəmizə siz də suallarınızı ünvanlaya bilərsiniz. Allah uzaq eləsin, heç kəsə qismət eləməsin. Bu vəkil boşananda onu kim boşuyur? Onu da başqa vəkil boşuyur, yoxsa özü boşuyur? Vəkil boşananda da özü də boşaya bilər, vəkil də tuta bilər. Doğru. Mən məsələcilatımda olub işlər, mən vəkillərə də vəkil eləmişəm. Vəkillərə də vəkillik eləmişsiniz. Amma bir vəkil boşananda onun vəkilə ehtiyacı yoxdur da, belə çıxır. Düzdür? Yəni məhkəmədə özünü müdafiə edir. Yəni istəmir məhkəmədə görünsün və s. İstəmir qarşı tərəfin üzə gəlsin o hallar üçün. O vəkillə müqavilə bağlayıb onu vəkilə həvalə edə bilər işlərini. Maraqlıdır. Yaxşı sual idi ya, xoşuma gəldi bu sual. Vermişlər bu sualı sizə, yox. Ancaq özəl evimdə ola bilər. Və danışırıq biz paylı mülkiyyətdən, əziz dinləyicilər, və Anar bəy ilk növbədə bizə izah eləsin. Paylı mülkiyyət nədir? Bizim vətəndaşlarımız bilsin. Ümumiyyətlə, mülki qanunvericilikdə əmlakın bir şəxsə məxsus olan əmlaklar var və bir neçə şəxsə məxsus olan əmlaklar var və bir neçə şəxsə olan məxsus olan əmlakın da biz 3 qrupunu fərqləndirik. Bunlardan biri ümumi mülkiyyətdir, birgə mülkiyyətdir və paylı mülkiyyətdir. Ümumi mülkiyyət odur ki, yəni orada pay müəyyən olunmur. Məsələn, 3 dost atışırıq, sadəcə pul gedir, bir ev alırıq. Birimiz 100 min qoyuruq, birimiz 50 min qoyuruq, birimiz 30 min qoyuruq, 180 minə ev alırıq ki, bu ev bizim üçümüzün ümumi mülkiyyətimizdir. Amma biz orada payları müəyyən eləmirik ki, nə qədər payımız var. İkinci birgə mülkiyyətdir. Birgə mülkiyyət daha çox birgə nikah dövründə əldə olunmuş əmlakla bağlıdır. Yəni ümumiyyətlə ailə məcəlləsinə və mülki məcəlləyə görə birgə nikah dövründə əldə olunmuş əmlaklar tərəflərin birgə mülkiyyəti hesab olunur. Üçüncü məsələ isə paylı mülkiyyətdir. Paylı mülkiyyətin birgə və ümumi mülkiyyətdən fərqi odur ki, orada konkret paylar müəyyən olunur. Məsələn, tutaq ki, evdir. Bu nədən yarana bilir? Ən çox yarana bilir ümumi mülkiyyətdən payın ayrılması ilə bağlı, birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı. Eyni zamanda ən çox təcrübədə yarana bir də vərəsəlik ilə bağlıdır. Vərəsəlikdə və paylar daha çox olur. Bəzən bir şəxs dünyasını dəyişir, onun 6 nəfər, 7 nəfər birinci növbəli vərəsələr olur və evdə digər bütün onun
mirasları üzərində hər birinin o saya uyğun payı yanır. Yəni məsələn 6/1 bir şəxsə məxsus olur, 6/1 bir şəxsə məxsus olur, 6/1 bir şəxsə. Yəni paylı mülkiyyətdə konkret pay müəyyən olur. Məsələn tutaq ki X mənzil və hər şeydə bərabər təbii ki. Bəli. Və orada göstərir ki bu evin 2/1-i bu şəxsə məxsusdur, 2/1-i digər şəxsə məxsusdur. Yəni o konkret paylı mülkiyyət bu deməkdir. Bax bizim proqram daha çox daşınmaz əmlakla bağlıdır, amma vurğulamaq lazımdır ki, paylı mülkiyyətdə hər hansı bir əşya da ola bilər. Yəni doğrudurmu Anar bəy? Bəli. Məsələn nələri vurğulaya bilərik bu barədə? Biz baxın bizim ən çox biz nikahla bağlı desək, ailə məcəlləsinə görə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar şəxsi istifadə olan əmlaklar istisna olmaqla. Burada şəxsi istifadə deyərkən geyim ayaqqabısı ola bilər, paltar ola bilər, çanta ola bilər və s. Qalan bütün əşyalar onlar ümumi mülkiyyətində yazılır. Məsələn, evə televizor alırlarsa, onların birgə mülkiyyətidir. Evə soyuducu alırlarsa birgə mülkiyyətidir. Nə bilim, evə divan alırlarsa birgə mülkiyyətidir. Hansı ki, o ümumi istifadə üçün alınır. Fərdi istifadə üçün yox. Eyni zamanda qanunvericilik həm də fərdi zinət əşyalarıdır. Qızıl zinət əşyalarının da əgər hədiyyə kimi alınmayıbsa, onun da belə tərəflərin birgə mülkiyyəti olur və gələcəkdə o paylar onun üzərində paylar tanınır. Yəni 2/1 bir şəxsə məxsus olur, 2/1 digər şəxsə. Yəni və yaxud da ola bilər ki, şəxslər gedib tutalım ki, adamlar qızıl satılırlar və investisiya kimi gedib külçə alırlar bir neçə adam bir yerdə ki, biz bunu bugün alırıq 1000 manata, sabah məsələn 1500 manat ona satıb böləcəyik. O belə paylı mülkiyyət hesab oluna bilər. Yəni paylı mülkiyyətdə yalnız daşınmaz əşya olar deyə bir qadağa yoxdur. İstənilən daşınar və daşınmaz əmlak o bir şəxsə və bir neçə şəxsə mənsub ola bilər. Bu mövzuda nə qədər problem var bizim cəmiyyətdə? Sizin müşahidənizə görə bu gün nə vəziyyətdədir? Burada problem ən çox bu payların bölgüsü ilə bağlı olur və bəzi hallarda yəni ən böyük problem budur. Və bəzən də necə olur? Məsələn, xüsusən bu köhnə evlər, Sovetskidə sökülən evlərdə bəzən görürsünüz ki, bir məhəllədə bir 5 qardaşın evi olur. O 5 qardaş dünyasını dəyişir, onların vərəsələri çıxır. Bəzən onların uşaqları belə dünyasını dəyişir. Bir də görürsünüz ki, məsələn, 28-də 3 pay birinə məxsusdur, 28-də 5 pay birinə məxsusdur, 30-da 3 pay birinə məxsusdur. Yəni ümumi belə bir məhəllə bir neçə ailəyə məxsus olur və hamısının paylı mülkiyyəti olur. Və bunlar da hər bir halda paylı mülkiyyətdə idarə olunması da, bölünməsi də tərəflərin razılığı ilə olur. İndi bu bəziləri ölkədə olmur, bəziləri başqa qanunsuz tələblərə gəlmə ki, mən razı deyiləm və bu artıq uzanır o məsələni həll eləmək. Bəziləri də Anar bəy, bir də görürsən ki, illərdir həmin evə gəlmir. Məsələn, orada yaşamır, amma deyir, artıq xəbər tutanda ki, Sovetski sökülür, gəlir, deyir, elə variant işlədir ki, sanki elə burada yaşayırdı. O paylı mülkiyyət belədir ki, orada onun yaşayıb yaşamağının fərqi yoxdur. Yəni bəli, əgər paylı mülkiyyətçidirsə orada, ümumiyyətlə mülkiyyət hüququna xitam verilənə qədər orada mülkiyyətçi hesab olunur və onu sabah satarkən, bağışlayarkən və yaxud da hər hansı bir əmlakını əvəzləşdirərkən həmin o payçının razılığı tələb olunur. Yoxsa pay hüququ həmişə qalır. Yəni o yaşamaqla bağlı daha sonra istifadə hüququdur ki, bəzi hallarda istifadə hüququ ehtiyacdan irəli gəlir və istifadə hüququ ehtiyac aradan qaldırıbsa, məhkəmə qaydasında o istifadə hüququna xitam verdirə bilər. Amma paylı mülkiyyət hüququ mülkiyyətdir və mülkiyyətdən məhrum etmə yalnız bu müsadirə ola bilər, cinayət nəticəsində əmlakın yönəlməsi və s. müstəsna əsaslarda ola bilər. Qalan hallarda onun mülkiyyəti həmişə qalır və dünyasında dəyişəndə vərəsələrə keçir vərəsəlik qaydasında. Anar bəy, davam eləyək. 055 203 1103 WhatsApp nömrəmizi qeyd edeyim ki, dinləyicilər də yazsın sualları varsa və əminəm ki, var sualları bir çox insanın, bəlkə bir şikayəti də ola bilər, bəlkə elə bir tərəddüd içində qalıb hal-hazırda elə bir vəziyyətdədir ki, mütləq ki, bu paylı mülkiyyətlə bağlı sualı var. 055 203 1103 WhatsApp nömrəmizə səsli mesaj da göndərə bilərsiniz. Paylı mülkiyyətin satışı necə həyata keçirilir? Baxın, bu ən çox problemli məsələlərdən biri budur. Bu elə deyib. Ümumiyyətcə paylı mülkiyyətdə, birgə mülkiyyətdə satın almada üstünlük hüququ deyilən anlayış var. Yəni bunun bir neçə forması. Yəni birincisi məsələ gəlin birincini saxlayaq. Bizim birinci dinləyicimiz var. Onları da qaçırmayaq. Danışaq o barədə, sonra sualı davam edəcəyik cavabına. Alo deyək, alo. Alo. Hər vaxtınız xeyir. Buyurun. Bəli, eşidirəm. Buyurun, kim idi bizlə danışan? Yine danışan İbrahimov Zahirbəroğlu, Qarabağ qarşıya. Aha, buyurun, eşidirik sizi. Mənim problemim ona əlaqədar ki, sizə bina sakiniyəm. Aha. 1970'de orderden verilip sonra çıkarış verilip atama. Nefsten verilip bu ev.
bina sakini ümumi faylı mülkiyyətli olan torpaq sahəsindən 45 və yaxında bir istifadə edir. Əvvəl bizdən qabaq başqa adam istifadə edirdi, yəni ki, bina sakini idi. Sonra o köçənələr bizə veriblər. Lakin mən bina sakini olaraq Azərbaycan Respublikası mənzil məcəsi 35.1 manatı istinad eləyərək ki, bina sakini ümumi faylı mülkiyyətidir, rəsmi məktubum var mənim, dövlət əmlak üzrəsindən. Lakin başqa bir adam bina sakini olmayan bir şəxs torpağı zəbt eləyib və ondan devam torpaqdan çıxmır və burada ferm atıb. Və mən onu heç bu yolunu çıxadırmıyorum. Daha öz torpağını kesib bu yana aranı tikmişdir. Şəhərsalmaya zəng vurdum, gəldilər çöklər hasarı. Lakin indi mən həmin o vətəndaşı, bina sakini olmayan vətəndaşı torpaq sahəsindən çıxada bilmirəm. Mənə deyəndə dedilər ki, subyektiv hüququn yoxdur. Hansı ki, bina sakini kimi mən əgər vətəndaşamsa, heç bir hüququ olmayan bir şəxs, hansı ki, dövlət əmlak üzrəsindən məktub verib ki, bu adamın bura icarə, istifadə, mülkiyyət hüququ yoxdur. Lakin buna baxmayaraq yenə tədbir görülmür. Və burada ferması məni narahat edir. Ağıl başı sorğu saxlayıb, bizim siyasi maneçilik törədir. Bilmək istəyirəm ki, mən neyin əməliyəm bir vətəndaş kimi, bir sakin ki, bu vətəndaşı buradan uzaqlaşdırsınlar, bizə maneçilik törətməsin. Nə deyə bilərsiniz bu barədə geniş? Belə deyək də, ümumiyyətcə bizdə mülki nəzir məcəlləsinə görə ümumi binada olan torpaq sahələri o bina mülkiyyətlərin ümumi mülkiyyəti hesab olunur və amma burada binanın idarə etmə forması seçilib yoxsa yox ona baxmaq lazımdır. Yəni orada bir nəfər yaşamır. Məsələn, orada binaların idarə edilməsində mənzil mülkiyyətlərin MMC deyirlər. Mənzil mülkiyyətlərin müştərək cəmiyyəti. Əgər belə bir cəmiyyət yaranıbsa, onun iddia qaldırmağa subyektiv hüququ var. İndi şəxs özü də iddia qaldıra bilər, amma necə iddia qaldıra bilərlər? Bütün bina sakinləri gərək iddia qaldırsın. Özü də köhnə zövq binasıdır. Yəni o binada o yaşayan adamlar hamısı iddia qaldırsın ki, bizim bura ümumi elə deyək istifadəmizdədir. Bir nəfər iddia qaldıranda onun iddianın təmin olunması perspektivi biraz aşağıdır. Amma hər bir halda bu da o belə deyək. Bax, o iddia qaldırma ilə bağlı qanunvericilik bəzi hallarda ümumi mülkiyyətlə bağlı və s. bir şəxsin iddia qaldırması hüququnu tanıya bilir. Çünki o da həmin şəxslərdən biridir və o deyə bilər ki, mən bunu ümumi binada olan şəxslərin mənafeyi baxımından qaldırıram. Amma yox, sırf öz mənafeyim baxımından qaldırıram ki, məsələn, bu fermada şəxs orada toyuq saxlayır, çıxarsa mən toyuq saxlayacağam, onu deyəndə o mənafey olmur. Amma məsələn, deyə bilər ki, burada ümumi binanın insanları yaşayır, istifadə edir, uşaqlar oynayır və s. onda o təmin ola bilər. İndi dedi, subyektiv hüquqla bağlı, bilmirəm, onun məhkəmədə mi iddia qaldıranda deyiblər, əgər məhkəmədə iddia qaldıranda deyiblərsə, böyük ehtimal tək iddia qaldırır və məhkəmə digər şəxslərin mənafeyinin pozulmadığını qənaətinə gəlib ki, bunu deyib. İndi bu nə vaxt düzələcək? Necə olacaq? Siz deyirsiniz, yalnız iddia ilə həll olacaq, yoxsa təbii necə? ki, istənilən məsələdə mübahisə varanda onun yolu məhkəmədir. Yəni məhkəmənin imkanlar, çünki mübahisələrin yalnız cinayət olarsa, cinayət xarakterli əməl olarsa, inzibati xətt olarsa, şəxsi cəzalandıra bilərlər o məsələdə. Amma məsələn, kimisə məcburi evdən çıxarsınlar, kimisə torpaqdan çıxarsınlar və bunun yeganə yolu məhkəmədir. Məhkəmələr onun üçündür ki, bu mübahisələri həll etsinlər. Elədir. 055-203-1103 paylı mülkiyyətlə bağlı hər hansı bir sualınız varsa, problemlər yaşayırsınızsa, siz də bizə WhatsApp nömrəmizə yaza bilərsiniz. Yeri gəlmişkən, necə ki ilk dinləyicimiz bizə zəng eləmişdi, Zaur adında dinləyicimiz idi yeri gəlmişkən. Sizin də birdən birbaşa canlı efirə qoşulmaq istəsəz, Ulduz 8103 nömrəsi də var. Bu birbaşa canlı efirimizə bağlanmaq üçün nömrədir. Ulduz 8103 və WhatsApp nömrəmiz isə 055-203-1103. Reklamlardan sonra qaydaq söhbətimizə davam edə biləcəyik. Bizi dinləyin. Gazer Radyosu'nda reklam var. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Quşlar getsə də payızda yeni fürsətlər gəldi. New Holland TT 3.50 bax traktorunu Prior'dan indi cəmi 3490 manat ödəyərək al. Daha ətraflı 858-ə zəng et. Ay bala, qıratdan su içmə demədim ha bala. Artık bu cümleni övladlarınıza demeye ihtiyaç kalmayacak. Bizim size şad haberimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Ekskluziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artık avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləriyle, həmçinin müxtəlif taksit kartlarıyla da əldə edə bilərsiniz. İndi zəng et. Kampanya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 9989. Inline Az.
Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Görürsən mənə kredit düşür? Böyünün varsa düşür. Böyününüz varsa 100 min manatadək kreditdən zaminsiz, girovsuz, dəqiqələr içində yararlana bilərsiniz. Elə indi bizneskredit.az saytında tam onlayn. Ətraflı 937 ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı. Anar bəy, davam eləyək biz sizinlə bərabər paylı mülkiyyətdən danışırıq və dinləyicilərimiz də bizə yaza bilər. Çünki ən aktual məsələlərdən biridir, ən problemlidir deyə bilərəm. Çünki bəzən, bax buradan da bayaq sualı ünvanladım, bir balaca yarıda qaldı. Çünki dinləyicimizin problemini daha çox biz düşünürük deyə. Ona görə birbaşa onu canlı efirə qoşduq. Bax, paylı mülkiyyətin satışı necə həyata keçirilir və bir də əlavə sual ondan ibarətdir ki, əgər kimsə, məsələn, satılmasına əmlakın qarşıdırsa, o necə olacaq? Onun taleyi necə olur? Baxın, burada biz daşınmaz əmlakı, dövlət qeydiyyatına alınan daşınar əşyanı və qeydiyyata alınmayan daşınar əşyanı fərqləndiririk. Ümumiyyətlə, dövlət qeydiyyatına alınmayan daşınar əmlakda satılanda ehtimal olunur ki, digər tərəfin, digər payçının razılığı var. Və hətta ki, birgə mülkiyyətdir, qızıldır evdə, qadın aparır, satır. O qızılı satdığı yer deyə bilməz ki, ərim buna razıdır mı? Ehtimal olunur ki, bunun razılığı var. Amma onu satdığı adam sadəcə bilirsə ki, bu ərinindir, onun razı olmadan satıb, vicdanlı davranmırsa, məsələn, tutaq ki, qadın rəfiqəsinə deyir ki, bax, bu ərimdən bizim əmlakımızı gətirəm, bunun qiyməti 1000 manatdır, gəl sənə 800 manata satım tez. Bu bilirsə, onda ər onu mübahisələndirə bilər. Qaldı ki, daşınmaz əmlaklarla bağlı. Daşınmaz əmlak və yaxud da dövlət qeydiyyatına alınan daşınar əşyalar, onlar satışı payçıların razılığı ilə həyata keçirilir. Yəni, payçılar özləri razılıqla gedib əmlakı birlikdə sata bilərlər. Bəs payçılardan biri narazıdırsa onda nə olur? Onda necədir? Baxın, burada birinci satın almada üstünlük hüququ deyilən bir anlayış var. Baxın, mən tutalım ki, evimin ikidə birini satıram, siz almağa razısınız. Mən digər tərəfə birinci məktub göndərirəm ki, bax, mənim evimin ikidə bir payını satıram. Orada qanun 45 gün vaxt müəyyən edir ki, 45 gün ərzində siz istəsəz həmin payı ala bilərsiniz. Əgər 45 gün ərzində siz almayanda, mənim hüququm var ki, öz payımı satın başqa adama. Təbii ki, bunu heç kim almaq istəmir. Niyə görə istəmir? Yəni, bizim paylı mülkiyyətli daşınmaz əmlakda kimsə yaşayır, o daha çox ailə münasibətləri olanda, qohumlar olanda bir evdə yaşaya bilirlər. Amma kənar adam gəlib orada yaşamağa maraqlı olmur və almaqdan imtina edir. Onda gəlir ən aktual məsələ, o payın ayrılması. Payın ayrılması ilə bağlı birinci qanunvericilik deyir ki, əgər tərəflərdən birinin payı cüzidirsə, onda digər tərəfin hüququ var ki, məhkəmədə iddia qaldırsın ki, kompensasiya ödənilməklə həmin payı şəxsdən alsın. Məsələn, tutalım ki, evin 8-i bir şəxsə məxsusdur, 2-si bir şəxsə məxsusdur. İndi burada 2-ni biz cüzi hesab edə bilərik. Və o 8 payı olan şəxs məhkəməyə müraciət edir ki, bax, bu mənim 8 mənimdir, 2 qarşı tərəfindir. Biz birlikdə yaşaya bilmirik. Nə də onun 2-də yaşamaq ehtimalı yoxdur. Payı çox cüzidir. Məsələn, evin qiyməti 200 min manatdır. Bunun 2-si 40 min manat edir. Mən 40 min kompensasiya məhkəmədə deyir ki, 40 min kompensasiya ödənilməklə o 2 mülkiyyət hüququna xitam verilsin, olsun şəxsin tam paylı mülkiyyəti. Əgər paylar bərabərdirsə, eyni zamanda cüzi deyilsə, onda artıq qanunvericilik deyir ki, birinci tərəf, o pay, hansı ki payını satmaq istəyən tərəf belə sata bilmirsə, o payın ayrılması proseduru var. Necə ayrıla bilər? Birinci, ümumiyyətcə, baxmaq lazımdır ki, həmin əmlakı ümumiyyətcə naturada yerində bölmək mümkündür ya mümkün deyil. Məsələn, əgər torpaq sahəsidirsə və yaxud da 2 mərtəbəli mənzildir və yaxud da nə bilim bir neçə çıxış olan mənzildir ki, onu məsələn həmin məsələdə yerində bölmək mümkündürsə, məhkəmə qərar verə bilər ki, o 2də bir pay, məsələn 10 sot torpaq sahəsidir, 10 sot torpağın 5 sotu bir şəxsə qalsın, 5 sotu bir şəxsə qalsın və artıq o paylı mülkiyyəti yox, olsun hər bir şəxsin özünə məxsus olan mülkiyyət. Əgər onu bölmək mümkün deyilsə, onda bir tərəf qarşı tərəfə təklif edə bilər ki, mən payımı satıram, gəl sən al. Əgər qarşı tərəf o payı almaqdan imtina edirsə, onda məhkəmə həmin o əmlakın hər rastda satılmasını və
hərraçdan alınan pulun, satışdan alınan pulun, yəni paylarının bölünməsini müəyyən edə bilər. Burada da hərracın da iki forması var. İndi hərraclar qapalı hərrac ola bilər, eyni zamanda açıq hərrac ola bilər. Qapalı hərracda yalnız həmin o payçılara təklif olunur. Məsələn, bu indi nigah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı sonuncu Ali Məhkəmənin plenum qərarında məhkəmə dedi ki, yəni plenum qərarında müəyyənləşdi ki, pay müəyyən olunanda siz ilkin olaraq bunu qapalı hərracda keçirin ki, yəni tərəflərdən kimsə alsın. Məsələn, tutaq ki, evin məhkəmə müəyyən elədi ki, evin 300 min qiyməti var, 2də 1 ərindir, 2də 1 qadınındır və deyə bilər ki, bu hərraca çıxsın. Hərraca çıxanda birinci hər iki tərəfə təqdim edirlər ki, bax 300 mindir, qarşı tərəfində 2də 1 sənindir, 150 min qarşı tərəfə ödə, al. Əgər almırlarsa, onda ev çıxır açıq hərraca. Açıq hərracda da istənilən şəxs gəlib o hərracda iştirak eləyib evi ala bilər və evdən hərrac da, yəni ilkin hərraca çıxararkən məhkəmə həmin əmlakın ilkin satış qiymətini müəyyənləşdirir ki, məsələn bu tutaq ki, lingvistik dəyər deyirlər, yəni tez satıla bilən dəyərdə, yəni məsələn ki, biraz aşağı deyək. Hə, məsələn o 300 mindir, 300 min deyək məsələn 280 min və hərraca çıxardır ki, biri gəldir 280 minə mən alıram, o birisi deyir 290 min alıram və belə qiymət gedə bilər və sonda ən yuxarı təklifi kim təklif edirsə onu ala bilər. O pul bölünür tərəflər arasında. Aha. Əslində baxırsan ki, həm məntiqlidir, həm də ki, hər bir qaydalar elədir ki, hər bir şey çarə sanki var. İndi deyir, bunda da razılaşmayan yəqin ki, insanlar var. Bilmirəm, prinsipial insanlar hər halda çoxdur. Ümumiyyətlə, ər və arvad arasında, indi el arasında belə deyirlər. Hər şey yarı və yarı bölünür. Bu, belə bir söz var da, deyir, yarı və yarı. Yoxsa necə? Yəni, ola bilərmi onların da arasında, məsələn, 10'da 8, 10'da 2, elə bir şey ola bilər? Bəli, ümumiyyətlə, o necə olur? Olaraq birgə mülkiyyətin bölünməsi ilə bağlı qanunvericilik deyir ki, birgə nigah dövründə əldə olunmuş əmlaklarla paylar bərabər tanınır. Amma uşaqların mənafi, eyni zamanda ərin və arvadın hər birinin üstün mənafi ola bilər ki, məsələn, biri içki alüdətçisidir, nə bilim, hər hansı bir qumar alüdətçisidir və yaxud da narkotik vasitə alüdətçisidir. Bütün gələn gəlirləri apar ora xərcləyir. Və digər isə bütün ehtiyacları ev almağa yönəlir. Eyni zamanda burada nədir? Məsələn, belə deyil. Məsələn, tutaq ki, evlənəndə ərin bir evi var, 3 otaqlı mənzili var və evin bugünkü bazar qiyməti 150 min manatdır. Amma məndən danışmaq lazım deyil. Evlilikdən əvvəl alıblar bunu evini. Amma bugün deyirlər ki, bizim bu ev balacadır, biz təzə ev almaq istəyirik. Gəlin bu evi sataq, gedək ev alaq 300 minlik. İndi bu evdə 150 mini onsuz da ərin olacaq. Yəni məsələn deyəcək ki, məsələn tutaq ki, 2də 1-i onsuz da ərə məxsusdur olduğu üçün 2də 1-i də bərabər bölünməlidir. Yəni qalan 150 mini də 75 mini birgə nigah dövründə olduğu üçün bərabər bölünməlidir. Məsələn onda məhkəmə müəyyən edəcək ki, 300 minin məsələn 150 min ərə tutulduğu üçün 75 min də belə, yəni 225 mini bir tərəfə düşür, 75 mini bir tərəfə düşür. Məsələn tutaq ki 6-da 4-də 3, yəni 225 min məsələn düşür ərə onda. Nəyə görə? Çünki onun evi olub əvvəldən. Bəli. Yəni ümumiyyətlə qanun hər hansı bir əmlakın birgə nigah dövründə əldə olunmuş əmlak hesab olunması üçün 3 şərtə cavab verməlidir. Birgə nigah dövründə əldə olunmalıdır, əvəzli əqdlə əldə olunmalıdır və birgə təsərrüfat nəticəsində əldə olunmuş gəlirlə əldə olunmalıdır. Məsələn, ola bilər ki, nigahdan əvvəl evi var 1 milyon manatlıq, borca düşür, deyir 1 milyonluq evi gedim satım, satır evi, borcu ödür, gedir 400 minlik ev alır. Qadın gəlib deyə bilməz ki, biz bunu nigah dövründə almışıq. Çünki o 400 min nigahda əldə olunmuş pul deyil. Yəni nigah daxil olarkən artıq tərəfə məxsusuydu. Yəni bu təbii ki, biraz insanlar hüquqlarını bilmədiyi üçün bəzi hallarda buna risk eləmirlər. Məsələn, bir görürsən ki, münasibətləri nəzərə alırlar ki, boşana bilərik və s. deyir, yox, evi satmayaq, qoy qalsın, mənim evim olacaq və s. Evini satıb başqa evlak almağında problem yoxdur. Sadəcə sən subut elə ki, mən evi məsələn qısa müddət varid arasında vaxt və satdım, getdim bu evi aldım, onu subut edə bilirsənsə, həmin ev bölünmür. Amma əgər evi satıb almasaydım digər evi, onlar yarı-yarı bölünəcəkdi. Bəli. Amma orada da bunu satıb almaq daha sərvəli deyil və yox. Yəni o formada, yəni elə məsələn olub işlər. Məsələn mənim təcrübəmdə olub ki, onda 7 kişinin məhkəmə müəyyən edib, onda 3 qadının müəyyən edib, çünki evi satıb alıblar. Və yaxud da olub ki, nigah dövründə əldə olunmuş ev olub, onu məsələn belə deyək də, şəxs öz evini satıb tam alıb, məsələn bina elə atadan qalma villası olub iki oğlun, onlar
satıb hərə sözlə ev alıb, məhkəmə onun biri boşananda deyib ki, bölməyib ki, yəni bu sənin pulun deyil, nikah dövründə qazanmış pul deyil. Adamın vərəsəlik qaydasına keçən puldur. Yəni vərəsəliklə keçən, əvəzsiz əqdlərlə, bağışlama ilə keçənlər bölünmür. Amma burada bir maraqlı məsələ var. Bağışlama ilə bağlı indi xüsusən həm Ali Məhkəmənin plenum qərarında var, həm də Konstitusiya Məhkəməsinin bununla bağlı bir qərarı qəbul olundu ki, burada məhkəmə deyir ki, ola bilər ki, bağışlama bəs ailəyə edilib. Məsələn, tutaq ki, uşaqları dünyaya gəlir, nənə deyir ki, gedin özünüzə ev alın. Pul verir 200.000 manatı, gedin ev alın, və yaxud da baba. Deyir, əgər burada bu ev, hədiyyə ailəyə verilibsə, onda bölünməlidir. Yəni, onda sübut eləməlisən ki, pulu məhz tərəflərdən birinə hədiyyə eləmişsən. Və bununla da bağlı aramızda bir yazılı müqavilə olmalıdır ki, hədiyyə müqavilə ilə bağlı ki, onu sübut eləyə bilərsən. Yoxsa olmur. Və bir də bəzən bundan sui-istifadə edənlər də olur. Məsələn, mənim təcrübəmdə belə bir iş var idi. Nikah pozulan vaxtı, ər və arvadın 500.000-lik bir ev almışlar birgə nikah dövründə və boşanma vaxtı qadın gedib öz atası qıza qarşı iddia qaldırmışdı ki, o vaxtı qızım məndən 500.000 pul alıb, borc alıb özünə ev almaq üçün. Yox, sən də götürüb vermirsən. Qadın da gəlib iddianı təmin eləmişdi və məhkəmədə bir qətnamə var idi ki, o birislər artıq əmlakın bölgüsü ilə bağlı gətirmişlər ki, bu əmlak pulu mənim atamın puludur, qarşı tərəf verməyib. Təbii ki, məhkəmədə biz onu sübut elədik, bu hüquqdan sui-istifadə edir. Necə sübut elədik? İcra şöbəsinə müraciət elədik ki, bəs bu qadının atasının olması mübahisənin nə yerdədir və orada məlum oldu ki, qız gəlib ərizə verib ki, atamla, yəni atası gəlib ərizə verib ki, heç bir tələbim yoxdur, işə xitam veriblər. Mən yəni sənin həqiqətən pul vermişsin də, yəni maraqlı olmalıdır, pul vermək. Sözdə 500.000 və buna hüquqda axıra kimi gedə bilməyib də belə. Bəli, hüquqdan sui-istifadə deyirlər, yəni qanunvericilik, yəni hüquqdan sui-istifadə məhz başqa şəxslərə zərər vurmaq üçün hüquqlarına istifadə olunur. Və məhkəmə dedi ki, budur. Məsələn, bəzən olur ki, başqa bir iş var idi, orada qanunla, məsələn, indi biraz başqa fərq olursa, əmək məcəlləsinə görə əmək müqaviləsi xitam verilən işçilər var ki, himayəsində 3 yaşında olan uşaq olan şəxslərlə bölüm əmək müqaviləsi xitam verilir və yaxud da 3 yaşında uşağın tək başına böyüdən kişilərlə bağlı. Məsələn, iş yerindən xəbərdar eləmişlər ki, sən işdən xitam verilməlisin əmək müqaviləsinə, yəni ixtisarla bağlı və dərhal gedib iddia qaldırmışdı ki, boşanaq və 6 aylıq uşağı saxlamışdılar atanın yanında tərəflərin razılığı ilə. Və məhkəmə orada deyir ki, bu hüquqdan sui-istifadə edir. Yəni real deyir ki, qadın gəlsin desin ki, 6 aylıq uşağımı atanın yanına qalmağına etiraz eləmirəm. Yəni böyük ehtimal eləyir. Amma etiraz eləmirəm də ola bilər də. Yəni o biraz hüquqdan sui-istifadə təbii ki, biraz elədir ki, ön yargılar vardı. Yəni məhkəmə dedi ki, niyə görə sən məhz işdən çıxarma barədə sənə ərizə veriləndə, həm də orada qarşı tərəf arayış almışdı. Bunda bir evdə yaşayır. Deyir, necə boşanmısınız, bugün bir evdə yaşayırsınız, başqa bir mübahisələr eləməmisiniz. Məhz boşanma və uşağın kimdə qalması və indi ana real deyil axı 6 aylıq uşağı gəlsin desin ki, mən istəmirəm məndən qalsın, istəmirəm atası ilə qalsın. Yəni bu təcrübədə kim onu görə bilər ki? Yəni çox nadir olan bir şeydir. Yəni nə oldu? Siz elədiniz bunu və bu haldan sonra elədiniz. Ona görə. İşiniz çətindir, amma əlinizdən də əminəm ki, bərk yananlar var, Anar bəy, yox? Yəni, baxma da, yəni, ümumiyyətlə, həm də təhlükəsi var bu sahənin, yox, siz elə düşünmürsünüz. Məsələn, müxtəlif kateqoriyada insanlar var da, deyir, adam var, dünya ilə vecinə deyil və məsələn, bir məhkəmədə təbii ki, ona qarşı çıxarsız digər tərəfə, haqlı tərəfə, sizə qəzəbli qala bilər. Yəni, hər hansı bir narahatlığınız olur bu barədə? Yəni, belə necə, təhdid falan çox şey olmur, daha çox qarğışla qarşılaşdırıq da. Nə qədər qarğış olub bu vaxta kimi sizə? Sayını itirmişəm. Tutan var? Suala var. Yoxdur da belə. Yəni ortada bir tərəf qarğış edir, bir tərəf alqış edir, orta balans qorunur. Yaxşıdır. Amma haqq həmişə öz yerini tapır və haqqa görə təbii ki, insanların mübarizə aparması hüquqi tərəfdən və öz sahəsində də həmçinin sonu hər zaman qalibiyyətdir deyə bilərəm. İndi bir-iki yarası ola bilər də ağ eləməyə. 055-203-1103 WhatsApp nömrəmizlə dinləyicilər. Biz deməli paylı mülkiyyətdən danışırıq. Bu mövzu ətrafında danışırıq. Bugün ən aktual məsələlərdən biridir. İstər bax sökülən ərazilər var, hardakı insanların köçürülməsi və həmin sökülən ərazilərdə əvvəl nə qədər insanın yaşaması olub. Onların arasında əlbəttə ki, bu paylı mülkiyyət söhbəti çox gəzir. Ona görə bugün ən aktual məsələyə toxunmuşuq. Sizin də suallarınız olsa 055-203-1103 WhatsApp nömrəmizə yaza bilərsiniz.
Paylı mülkiyyət dedikdə ağlımıza ilk gələn həm də əsasən keçmiş Anar bəy kolxoz, safxoz üzvlərinə paylanan pay torpaqlarıdır. Bundan da istəyirəm danışaq. Bax, bu torpaqlarla bağlı bizə ən çox daxil olan şikayət oradakı tikililərlə bağlıdır da. Anar bəy, bu pay torpaqlarında hansı halda tikinti həyata keçirmək olar? Yəni indiyənə kimi tikilmiş evlərin aqibəti nə olacaq? Siz ümumiyyətcə qanunvericiliyin tələbinə görə bu hər hansı bir mənzil tikintisi üçün o torpağın yaşayış sahəsi və mənzil tikintisinə icazə verilən torpaq sahəsi olmalıdır. Və mülki məcəlləmizdə 180-ci maddə var, özbaşına tikili anlayışı və özbaşına tikili mülki məcəlləyə görə ya bunun üçün nəzərdə tutulmayan torpaq sahələrində tikilirsə və yaxud da buna xüsusi bir qanunvericiliklə nəzərdə tutulmuş reglamentə əməl olunmadan, yəni icazə və s. indi məlumatlandırma razılıqdır və s. ona əməl olunmadan tikinti həyata keçirsə bu özbaşına tikilidir və özbaşına tikinin heç bir mülkiyyət hüququ yoxdur. Yəni təbii ki, burada necə daşınmaz əmlak kimi tanınmır, amma məsələn Avropa məhkəməsinin xüsusən məsələn Önər Yıldız Türkiyəyə qarşı bir işi var. Orada Türkiyədə İstanbul şəhərində Önər Yıldız gecəkondu deyirlər. Orada yaşayırdı və bir müddət sonra orada gecəkonduda qaz sızması baş verir o ərazidə və bir neçə evlər orada uçur və Önər Yıldız da həmin evlərdən birinin mülkiyyətçisi olur. O iddia qaldırır ki, bəs mənim evimdir bu. Məhkəmə ona iddiada təmin eləməmişdir ki, sənin mülkiyyət hüququn tanınmayıb, buna görə sənə biz kompensasiya verə bilmərik. Amma Avropa məhkəməsi dedi ki, mülkiyyət hüququ qeydiyyatla şərtləndirilmir. Dövlət neçə vaxtı susursa, qaz çəkirsə, işıq çəkirsə, su çəkirsə və bu hallarda biz onu mülkiyyət kimi qəbul edə bilərik. Amma necə mülkiyyət? Ora çəkilmiş xərcləri, orada nə bilim daş ola bilər, beton ola bilər, şifer ola bilər və s. İndi bizim qanunvericilikdə də, yəni bu həmin o elə deyək, torpağın təyinatı dəyişmədən evə çıxarışın alınması mümkün deyil. Amma gələcəkdə indi o torpaqlar üzərində, paylı mülkiyyətdə olan torpaqlar üzərində olan evlərə də təyinatı dəyişsə belə torpağın statusu dəyişməyəcək. Yenə paylı mülkiyyət olacaq və evlər də paylı mülkiyyət kimi tanınacaq. Ya gərək hamısının payı kimi tanınacaq və bölünməlidir o formada. Və burada bir də yəni əsas məsələ nədir? Yəni riskli məsələ. Bir çox hallarda bu kənd təsərrüfatı təyinatlı olan bu paylı mülkiyyətdə olan torpaqların çoxu ümumiyyətcə rəsmi alqı-satqı edilmir. Etibarnamə ilə müxtəlif şəxslər o torpağı alırlar ki, mənimdir və etibarnamə ilə də torpağı idarə edirlər. Yəni bizdə insanlarda bir səhv yanaşma var. Yəni etibarnamə mülkiyyət hüququ təsdiq edən sənəd deyil. Etibarnamə əmlakın idarə edilməsi üçündür. Etibarnamə əsasında şəxs həmin şəxsin adından əqd bağlaya bilər, əmlakı sata bilər, bağışlaya bilər, dəyişə bilər və yaxud da onu idarə edə bilər. Amma onunla bağlı özünün mülkiyyəti demək deyil. Hətta qanunvericilik etibarnamə ilə şəxsin özünün xeyrinə əqd bağlamağı belə qadağan edir. Məsələn, mənə etibarnamə verilibsə torpaqla bağlı, mən gedib onu özümə sata bilmərəm. Hətta bu yaxın qohumlara satanda belə bəzi hallarda məhkəmələr onu əqdi etibarsız kimi sayırlar. İndi yəni burada birinci təbii ki, gərək o torpaqların təyinatı dəyişilsin. Təbii bununla bağlı çox danışılır. Yəni belə deyib, yəqin ki, bu məsələ qanunvericilik baxımından həll olunacaq. Çünki o evlərin sənədli olmaması dövlət üçün həddən artıq böyük itkiyə gətirib çıxarır. Bu vergi ala bilmir onunla bağlı. Adamlar gedib bankdan pul götürə bilmir, əmlaklar dövriyyədə iştirak edə bilmir və yaxud da tərəflər məsələn ünvanlı sosial yardım alanda o əmlak görünmür, orada bunun əmlakı var. Məsələn, adam var ki, 5 dənə, 6 dənə qanunsuz ev var, verib kirayəyə nə qədər gəlir əldə edir, amma ki, həm də ünvanlı sosial yardım alır. Dövlət onun gəliri olduğunu görmür. Və yaxud da borcun təminatı kimi çıxış edə bilmir. Məsələn, adamın borcu var, icra elə olunmur və amma belə əmlaklar olur. Ona görə təbii ki, yaxşı olar ki, bununla bağlı bir dövlət siyasəti hazırlansın və həmin əmlakların hansı bir formada sənədləşdirilməsi həyata keçirilsin ki, bu həll olsun. İndiki vəziyyətdə bunun hüquqi baxımından həlli mümkün deyil. Sadəcə olaraq nə mümkün ola bilər? Bu hüquqda əsassız varlanmadır. Məsələn, kimsə mənə etibarnamə ilə torpaq satır, mən gedib orada ev tikirəmsə, o etibarnamə əvəzində verdiyim pul əsassız varlanmadır. Çünki onun hüquqi və faktiki əsası yox idi məndən pul alsın. Mən sadəcə o verdiyim pulu geri tələb edə bilərəm ki, bax, mən bu pulu verəndə sənin buna hüququn yox idi. Çox
Sağ olun. Çok teşekkür ederim Anar Bey. Yani geniş ve aydın şekilde her şeyi izah edirsiniz. Bu da elbette ki bizim dinleyicilerimize ve bizim özümüze faydalıdır. 055 203 1103 paylı mülkiyyətdən də danışırıq ve qonağımız vəkil Anar Məmişovdur. Çok şadıq ki bizim studiyamızdadır. Çünkü her şeyi izah yani mükemmeldir ve siz de faydalana bilərsiniz bizden. Özel evin programı devam edir ama reklamlardan sonra dərhal studiyamıza qayıdıb söhbətimizə devam edəcəyik. Xəzər Radiosunda reklam vaxtı. Tip sayesinde çalışırsınız? Elə isə Banko Baku'dan sizə özəl 50.000 manatadək krediti 0% komissiya ilə əldə edin. Bank of Baku 18 fevral 2005 yıl tarihli 247 numaralı lisenziya ilə fəaliyyət göstərir. Vəsf eləməni şair. Vəsf zamanı deyil, afə. Elə indi əsl vəsf zamanıdır. New Holland TT 4.90 traktorunu istifadə edən necə vəsf eləməsin? İndi Prior'dan cəmi 4990 azayın ödəyərək alındığını eşidən necə sevinməsin? Çox funksiyalı New Holland TT 4.90 universal traktor haqqında ətraflı məlumat üçün 858-ə zəng et. Qafqazın ən böyüyü sən, Abşeron, evimizin hər şeyi sən, Abşeron, seçimlərin əzəlidir, Abşeron mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Bank of Baku'nun Dost Bank mobil tətbiqindən 50.000 manatadək krediti minimum 9.9% ilə əldə edə bilərsiniz. Ətraflı 145. Bank of Baku. Dostbank, Bank of Baku'nun mobil tətbiqidir. Bank of Baku 18 fevral 2005 yıl tarihli Mərkəzi Bankın 247 numaralı lisensiyası ilə fəaliyyət göstərir. Sima rəqəmsal imza vergi portalında New Etaxes.gov.az saytında elektron kabinetə Sima imza ilə giriş edin. Vergi hesabatlarınızı ödənişsiz göndərin. Sima imza fərdi sahibkarlar üçün 6 ay pulsuzdur. Görəsən mənə kredit düşür? Böyünün varsa düşür. Böyününüz varsa 100.000 manatadək kreditdən zaminsiz, girovsuz, dəqiqələr içində yararlana bilərsiniz. Elə indi bizneskredit.az saytında tam onlayn. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992 il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı. WhatsApp nömrəsi 055 203 1103. Davam eləyən Anar bəy, bir balaca istirahət elədik. Ümid edirəm ki siz də. Çünki məndən danışan da çox sizsiz və istərseniz insan yorulur. Mənim üçün deyil, çünki mən universitetli dərs deyəndə olub ki 2 saat, 3 saat mühazirə demişəm dayanmadan. Ona görə mənim üçün elə bir... Sizi həmin vaxtda dinləməyən tələbələri məhkəməyə vermirsiniz? Xeyr. Tələbə məni dinləmirsə yəqin ki özü bilər. Yox, maraqlı danışmamışam ki dinləmişəm. O da, amma onda deməli maraqlıdır. Çünki mən burada dinləyirəmsə 100% orada da dinləyirlər. Biz davam eləyək və WhatsApp nömrəmizi də qeyd elədik. Paylı mülkiyyətdən danışırıq və bu barədə suallarımız çoxdur. Dinləyicilərimiz də yazır. Yeri gəlmişkən canlı efirə də qoşula bilərsiniz əziz dinləyicilər. Ulduz 8103 nömrəsi aktivdir. Deməli, bir dinləyici yazıb ki, salam, sualım belədir. Həyət evlərində evin bir küncü həmçinin hasardırsa, digər qonşu evi bitişik tikə bilərmi, yoxsa müəyyən qədər aralı olmalıdır? Əvvəlcədən təşəkkür edirəm. Belə deyək, bu şəhərsamə tikinti məcəlləsinə görə ümumiyyətcə mənzillər tikilərkən digər şeylə əmsal olmalıdır. Yəni hardasa onun hündürlüyünün 1/4 qədər. Amma həmin o mülkiyyətçinin notarial razılığı ilə o əmsallar kiçildə bilər və yaxud da hər hansı bir bina tikili ortaq divar kimi istifadə oluna bilər. Əgər onun razılığı yoxdursa, belə bir tikili icazə verilməyəcək və qonşu tərəfdə bununla bağlı bir tikili həyata keçirsə, onun hüququ var ki, məhkəmədə iddia qaldırıb o tikintini dayandırsın. Yəni yalnız razılıq əsasında ola bilər, danışıq əsasında təbii ki. Masazırda apartman tipli binalar tikiblər. Oradakı mənzillərin qiyməti nisbətən ucuzdur, amma bina sahibi deyir, sizi payçı kimi kupçaya əlavə edəcəm. Bu binalardan mənzil almağa dəyərmi? Sonra problem yaratmaz, qiyməti ucuz deyə sərf edir deyir. Baxın, burada o dediyim payçı nə problem ola bilər? Sabah o evi tək sata bilməyəcək.
o evidən bağlı satarkən ya gedə payını ayırmalıdır. Məhkəmə qaydasında pay ayrılandan sonra sata bilər və yaxud da bütün payçıların razılığı ilə sata bilər həmin mənzili. Və yaxud da onu banka qoyub pul götürə bilməyəcək, ipoteka yükləyə bilməyəcək. Hamısını bütün payçıların razılığı ilə bunu elə bilər. Yəni biraz o yəni sanki yaşayırsan amma hələ sənin deyil. Bəli, yəni, amma belə sənəddir. Sabah o ki həmin pay sadəcə çalışsın ki o payı texniki pasportda da göstərsin ki, hansısa onundur. Payı müəyyənləşdirsin. Yəni pay müəyyən olunmayanda heç bilinmir hara sənindir. Bir evdir, 5 adamındır. Deyilib 5'imizindir, amma hara bizimdir bilinmir. Yəni bu iki cürbə bölgü var. Baxın, bir ideal bölgü var, bir real bölgü var. Bu sonraki o tam payların bölünməsi real bölgüdür ki, hərə öz payını alır. İndi qısa desə, indi dinləyicimiz də xəttə var, indi danışacağıq bir neçə sayından sonra. Yəni elə də məsləhət deyil. Yəni təbii ki, bəli, yəni öz əmlakın olanda daha rahatdır. Çünki o hüquqi problemlər var, prosedurlar var ki, onu əməl etməlisən. Alo deyə, alo, eşidirik sizi. Kamil bəy xəttədir. Yox, Nizami bəy xəttədir. Alo. Bəli. İlham bəy, Anar bəy, kimi tanıyırıq? Salam, hər vaxtınız xeyir. Eşidirik sizi, buyurun. İlham bəy gözəl izah verir, Anar bəy. Mən ona bir sual vermək istəyirəm. Əgər baban nəvəsinə ev hədiyyə eləyibsə, sonra valideynlər arasında münaqişə yaranıb boşanırlarsa, valideynlər ora tələbi ola bilərmi? Aha. Sualınız bundan ibarət idi. Aydın oldu Anar bəy sual? İkinci sualdakı əgər demək Zaksdan qabaq məsələn gəlin arasında gəlinin hanımın evi varsa, sonra həyat yoldaşı ilə ayrılanda orada həyat yoldaşı oradan pay tələb edə bilər, bilməz. Aydındır. İkinci sual ondan da maraqlıydı. Mən rast gəlməmişdim belə bir suala. Birinci, ikinci suala cavab verim. Bu ikinci sualın cavabı da alır. Yəni, ailə məcəlləsinə görə nikaha qədər olan əmlaklar tərəflərin hər birinin mülküdür. O bölünmür. Yeganə istisna nədir? Nikah dövründə həmin əmlakla bağlı, onun yenidən qurması ilə bağlı xərclər çəkilərsə, məsələn, əsaslı təmir olunursa, məsələn, bir mərtəbədir, ikinci mərtəbə artırır və s. əlavə xərclər qoyulursa, onda o bölünə bilər. Amma burada da yalnız o qoyulmuş xərcə münasibətdə. Məsələn, tutaq ki, bugün evin qiyməti təmirsiz 100 mindir, təmir evlər 150 min olubsa, 50 min hissəsində pay tələb oluna bilər. 50 min hissəsində. Amma belə yox, yəni ona əsaslı təmir qoyulmuşsa, eyni qalıbsa, o belə orada heç bir pay tanınmır. Yəni boşananda heç bir bölünmür. Bölünmür, bəli. Birinci sualla bağlı. Məsələn, bizdə tez-tez sual verirlər ki, yəni məsələn, uşağın əmlak uşağın adına keçə bilər və s. Mən onlar sözünü kəsim. İkinci sualın cavabı onda qısa olaraq nə oldu? Dinləyicimiz bilsin. Yəni orada deyir ki, qızın evi var idisə. Pay düşmür. Yəni bəyə düşmür orada. Bəli, amma evi təmir ediblərsə, pul qoyublarsa, xərc qoyublarsa, o qoyduğu xərcə münasibətdə pul tələb edir. Yəni bu təmirlə bağlı ola bilər, evə alınan hər hansı bir əşyalarla bağlı. Əşya aid deyil, əşya olsa. Məsələn, evin yenidən təmir olub, yaxud da sayəsini artırması ola bilər. Məsələn, tutaq ki, həyət evidir, 100 kvadratdır, artır bilər 150 kvadrat. Yaxşı, elə halda necə bölünür? Təmirin xərci bölünür arada. Yalnız təmirin. Bəli, qiymət fərqi. Uşaqlarla bağlı bizdə ümumiyyətlə hüquq qabiliyyəti var və fəaliyyət qabiliyyəti var. Qanunla uşaqlar doğulduğu andan istənilən şəxsin hüquq qabiliyyəti var. Hətta vərəsəlik hüququ ana bətnində dölün bağlandığı andan yaranır. Yəni uşaqların adında olan əmlak heç bir halda valideynlərin ondan pay tələb etmək hüququ yoxdur. O uşağa məxsusdur. O birgə nikah dövründə əldə olmuş əmlak hesabı onunla bölünə bilməz. Sadəcə uşaq qanunvericilik bir məsələ var ki, yəni onu əmlakın idarə etməyini qəyyumları həyata keçirir. Yəni uşaq özləri alqı-satqı elə bilməz. Yəni alqı-satqı sadəcə o evi satanda artıq onun adından əqdi anası və yaxud da atası bağlaya bilər. Amma burada da qəyyumluq himayəçi orqanının rəyi nəzərə alınır. Yəni ailə məcəlləsinə görə az yaşlıların, yetkin yaşa çatmayanların, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin mülkiyyətində olanda qəyyumluq himayəçisindən rəy almalıdır. Sübut etməli ki, bunu məhz uşağın mənafi üçün satıram. Çünki satıb özünə götürəcəksə ona razılıq verilməyəcək. İndiki halda, yəni o uşağa ev bağışlanılıbsa və s. onun heç bir nə qadının, nə
kişinin yəni nə ərin, nə arvadın, atanın, ananın ondan payı hüququ yoxdur. O uşağa məxsusdur və uşağın əmlakı hesab olunur. Aydındır, təşəkkür edirik və mənim özümə həm də aydın olan nədir? Bugün həm də boşanmalara səbəb yeri gəlmişkən bir balaca dolanışıqda insanların axsamasıdır. Yəni qazancın və həmçinin maddi durumun təbii ki, böyük təsiri var. Fermerlərə şad xəbərimiz ondan ibarətdir ki, Prior Leasing məhz sizin üçün çalışır. Fermerlərə müxtəlif kənd təsərrüfatı texnikalarını çox sərfəli şərtlərlə təklif edir ki, əkin biçiminiz yaxşı olsun, qazancınız yaxşı olsun və yaşayışınız yaxşı olsun. Bunun üçün dünyaca məşhur New Holland, Landini, Lovell, McCormick kimi brendlərə məxsus traktorlar və kombaynlar Prior Leasingdə var və bundan da əlavə İsveç brendi Vederstad kimi bir texnika ilə bir neçə işi görə bilən kombinləşdirilmiş aqreqat brendi də eksklüziv olaraq Priordadır. Fermerlər burada texnikaları 60 aydək faizsiz leasinglə əldə edə biləcəklər. Əlaqə nömrəsi isə 858 qısa nömrəsidir. Və Ers Office mebelləri. Doğrudan da ofisinizi gözəlləşdirmək və həmçinin də daha da yaxşı, komfortlu etmək istəyirsinizsə, keyfiyyətli materiallardan hazırlanmış ofis mebelləri istəyirsinizsə, Ers ofis mebellərinə müraciət edə bilərsiniz. Çünki klassik modul modellər, iş masaları, kreslolar, toplantı masaları olsun, rəf və şkaflar, resepsiyon masaları, xüsusi sifarişləri də yeri gəlmişkən qəbul edirlər. Yüksək keyfiyyətli materiallarla hər biri hazırlanır. Layihəyə uyğun 3D dizayn xidməti də var. Yerində ölçü götürmə və məsləhətlərini də sizə verəcəklər. Və nigaran qalmayasınız deyə istehsalat öncəsi nümunə təqdimatı da sizə göstərirlər. Babək prospekti 31D onların ünvanıdır. Ağşəhər City Park Mall var ha. Düz oyunun üzbəüz yerləşir. 055 486 86 88 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumatı alın. Inline su filtrləri bizə də lazımdır. Hər yerdə lazımdır. Inline su filtrləri suyunuzu dumduru təmiz edəcək, sağlamlığınıza ziyan verməyəcək və təbii ki, nə mikroblar varsa onları elə suyun içində özünə çəkir, təmiz suyu sizə təqdim edir ki, bədəninizə qəbul edə biləsiniz. Inline su filtrlərinə də müraciət edə bilərsiniz. Biz davam eləyək Anar bəy və deyəsən daha bir dinləyicimiz var, hansı ki səsli mesaj, yox, bir dəqiqə. Deyəsən daha bir sual olmalıdır burada. Salam, atam dostları ilə bağlı 90-cı illərdə birgə müəssisə yaradıb. 5də 1 pay atamın olub. Deməli, atam rəhmətə gedib, indi biz həmin müəssisədə 5də 1 payı tələb edə bilərikmi? Bu 5də 1 paya həmin müəssisənin torpağı da daxildir. Mübariz yazar bizə. Bununla bağlı hal-hazırda Konstitusiya Məhkəməsinin icraatında bir iş var, o payla bağlı. Yəni rəy verilməyib, yəni necə olacaq? Amma indiki qədər olan təcrübə budur ki, payda olan, hər hansı bir şirkətdə olan pay da vərəsəlik əmlakıdır. Birinci, həmin adamlar müraciət eləməlidir vərəsəlik ilə notariusa. Notarius dövlət vergi xidmətinə sorğu verməlidir ki, bu şəxsin, mərhumun hansı şirkətdə payı var və payçı kimi bunlar əlavə olunmalıdır. Yəni vərəsələr. Və ondan sonra o 5də 1-i, bəli, onların payı hesab olunur. Burada şirkətin balansında olan bütün əmlaklara, ya torpaq olsun, hər hansı bir daşınar, daşınmaz əmlak, o onun balansındadırsa, yəni mülkiyyətindədirsə, onun hər biri 5də 1 bölünür və onun gələcəkdə hüququ var ki, o payı ayırsın ondan və yaxud da o şirkətdən öz ayrılsın ki, biz ayrı şirkət yaradırıq və s. 5də 1 payını bizə verin. Bunu həyata keçirə bilərlər. Dediniz torpaq da aiddir ona. Bəli. Əgər təbii ki, mülkiyyətindədirsə, hansı hüququ varsa, yəni şirkətin o hüququn 5də 1 onlara məxsus. İşin üstünə düşün, deyir, uğur sizindir, haqq da sizindir, necə deyərlər və fermerlərin də bir daha qeyd edirəm ki, fermerlərin də haqqıdır ki, Prior Leasingdən yaxşı, keyfiyyətli texnikalar, traktorlar, kombaynlar əldə eləsinlər. Çünki müasirlik də bunu tələb edir. Müasir traktorları, hansılar ki, keyfiyyətlə daha da sürətli işi görə bilirlər. 20-dən çox satış nöqtəsi var Azərbaycanda. Prior Leasingin və Gəncə, Quba, Şəki, Cəlilabad kimi regional mərkəzlərdə var. 26 at gücündən 223 at gücünə qədər traktorları sizi ən yaxın Prior filialından əldə edə bilərsiniz. Bu texnikalar dəqiq səpini və müasir biçini yüksək keyfiyyətlə icra edir. 858 qısa nömrəsi ilə əlaqə saxlayın. Ers ofis mebelləri isə 2016-cı ildən fəaliyyət göstərirlər. Ünvan Babək prospekti 31D və həmçinin də City Park Mall-la üzbəüz Ağşəhərdə yerləşən City Park Mall-la üzbəüz yerləşir. 055 486 86 88 onların əlaqə nömrəsidir. Bu ofis mebellərindən siz də əldə edə bilərsiniz. Yeri gəlmişkən xüsusi sifarişləri də müştəriyə uyğun dizaynla təqdim edə bilirlər sizə. Sürətli çatdırılmayla, rəqabətli qiymətlərlə, peşəkar dizayn
Online komandası ilə yüksək keyfiyyətli materiallardan müraciət edin. Inline su filtrləri lazımdır, hər evə lazımdır, hər ofisə lazımdır. Sağlamlığınızı qorumaq istəyirsinizsə, deyir, əvvəlki sular başqadır. Həmişə belə bir söz eşidir. Əvvəlki suyun tamını almaq istəyirsinizsə, inline su filtrini alın, istifadə edin. Görəcəksiniz ki, su elə öz keyfiyyətini tamını ala bildi. Ona görə internetdə də inline su filtrləri yazın, dərhal çıxacaq və bu barədə geniş məlumatı ala bilərsiniz. Elə yerə vaxta gəlib çatdıq ki, mənə elə bir çox suallar qaldı, Anar bəy. Çox dərin mövzular var və çox aydın şəkildə hər şeyi izah elədiniz. Buna görə bir daha sizə təşəkkür edirik. Bir balaca həm sizə də sataşdım, biraz deyir bunu çalışdıq, həm də zarafat yanı tərəfdən də. Əslində o qədər ciddi məsələdir ki, bəzən insan sanki ayrılmaq da istəyir ki, bir balaca deyib gülək. Özəl evin proqramı bir neçə saniyədən sonra artıq bugünlük efirini bitirir. Anar bəy, son olaraq dinləyicilərimizə paylı mülkiyyətlə bağlı nə tövsiyələriniz var? Bu ümumi sualdır. Buyurun. Yəni biz bu xüsusən ailə məsələsi ilə bağlı, yəni bizdə bu çox tətbiq olunmur. Yəni mən insanlara onu vəsət verəm ki, çalışdılar məsələlərini razılıqla həll eləsinlər. Bu nikah müqaviləsi ola bilər, bir sazişlə ola bilər. Çünki iş məhkəmə müstəvisinə gələndə bu birgə mülkiyyətin bölünməsi həddən artıq uzun prosedurdur. Birinci pay müəyyən olunmasından sonra payın ayrılması və s. Yəni çalışıb onu hər iki tərəf peşəkar belə deyək, olaraq hüquqşünaslarla müqavilə bağlayıb, onlar bir yerdə müzakirə edib, onu məhkəmədən kənar sazişlə həll eləsələr daha yaxşı olar. Çünki həlli həddən artıq çətindir və bəzən olur ki, illərlə çəkir bu prosedur. Xüsusən orada dediyim ki, məsələn, Sovet bir də görürsünüz ki, 40 nəfər, 50 nəfər payçı olur ki, onların hamısını bir yerə yığ, məhkəmə baxsın, qərar qəbul etsin və onları həll etmək çox uzun olur. Yəni hər bir həlli işin məhkəmədən kənar həll eləmək daha yaxşı. Amma təəssüf ki, bizdə biraz hüquq mədəniyyəti o səviyyədə deyil. Hüquq mədəniyyəti, bəli, tamamilə doğru qeyd edirsiniz. Hüquq mədəniyyəti və həmçinin də sanki bir prinsipial davranma, hətta bilərəkdən uzatma da ola bilir. Yəni bəzi halda insan deyir, mən bunu itirərəm, amma uzansın. Yəni o şey deyil də. Yəni nəzərə almaq lazımdır ki, biz bu münasibətlər, xüsusən ailə elədir ki, nə zamansa xoş gününüz olub da. Yəni indi bu gün ayrılmısınızsa, o xoş günlərə xatir onu həll eləyin. Yəni onsuz da bilirsiniz ki, bu hüquq baxımından həll olub, nədir yolu? Yəni o bilmirəm. Yəni bəzən də bilirsiniz, bir çox hallarda görürsünüz ki, insanları belə səhv yönləndirənlər olur. Onlara deyirlər ki, o alım heç bir ciddi deyil və s. İndi heç nə düşməyəcək və s. Heç məsələn deyir, bir spikat çöpdə düşmədi, həm qonşumuz boşandı, heç ona bir spikat çöpdə almadı. Yəni nəzərə almaq lazımdır ki, hallar eyni deyil. Yəni ola bilər ki, adam nikahdan əvvəl ev alır, evi alır başqa qohumun adına, onun bunun adına bölünmür. O demək deyil ki, hamısında eyni olacaq. Yəni qonşumda belə oldu, məndə də belə olacaq, sonra gəlir özünün başında çatlayır. Bəli, doğrudur. Bizə də indi nə düşdüsə biz bugün danışdıq, müzakirə elədik, əziz dinləyicilər. Sizinlə sağollaşırıq və onu deyə bilirik ki, həyatdır. Hər şey olur. Özünüzdən müğayət olun və pozitivliyinizi itirməyin. Hələlik deyirik. Hələlik.